Herkese salam, kanalıma videomuz xoş gəldiniz. Mən Aysim. Bu günləri yanımda hal-hazırda Yusuf var. Araba daşıyır. Neyse, səhər ayandıq. 22 kilo, 22 kilo pisok daşırıq, gəldi indi. Yusuf'la bir yerə gedəcəyik. Əlimdə bu cür bir karton var. Hara atım bilmirəm. Yerə atsam da söyüşiyəsi oldu deyə yerə də ata bilmirəm. Cem bir dənə it pişik tapım, üstünə yemək də qoymayacağam. Belə otursunlar. Elə bilmirəm ki, yemək zad qoyaram. Neyse. Bayırda qar yağır, muşluğumu verin, baxın, oturub burada, qəşəngdim. Amma qar kimi deyil, daha çox buz yağır elə bil. Nəysə, üstüm başıma hal-hazırda undu, ona görə bir dənə təmizləyərəm. Sonra bu 11-də hazırlığım var. Axşam da bir də saat neçədə idi? 6-da futbolum var. Geyəcəyik kompleksə, bu havada prosto geyəcəyik. Necə olacaq bilmirəm. Bu da indi mənə gözləyir, fəsələ nə üçün gözləyir bilmirəm. Qapı açmaq deyəqin, o da özü aça bilmir. Əli də var, qolu da var, maşallah. Nəysə, söndürürəm kamera. Deməli, hal-hazırda hazırlıqdan çıxdım, evə gedirəm. Bayırda qəşəng bir dənə şaxta var. Ona görə çox danışa bilməyəcəyəm. Bir dənə evə gedim. İsti çaydan zaddan bir şey içim, çünki soyuqdur. Qurtqam da nazikdir, içim. Ona görə gərək keçim o birisi qurtqanı giyinməyə. Deməli belə, hal-hazırda saat 3-ə qalır 12 dəqiqə. Və belə bir məsələ var. Mən güya videolar editləməliydim. Yəni video var editləyib paylaşmalıyıq. O yadımdan çıxıb. İndi onu editləyəcəyəm və onu editləyib qutarandan sonra əynim falan dəyişərəm, futbol formalarını giyinərəm. Alınsa mini TikTok-sunda bir dənə vlog fason bir şey çəkərəm. Ondan sonra da 6-ya işləmiş məktəbin qabağında görüşməli uşaqlarla ki 6-dan oyuna gedək. Uşaqlar, deməli hal-hazırda videonu editlədim, paylaşdım. Gedib baxa bilərsiniz o videoya indi sizdə söz. Yəni bu videonu paylaşanda artıq o video onlayn olmuş olacaq. Yəni i butonuna və yadımda olsa qoyaram. Və hal-hazırda 5-ə qalır 18 dəqiqə, yarım saatdan sonra biz məktəbin qabağında görüşməliyik deyənə oturub indi sumkamı yığacağam və əynimi dəyişəcəyəm. Davay. Deməli belə bir şey var. Bir də köynə ilə biraz qırışdı deyənə. Bu dəqiqə həmin o şeylə köynəyi ütüləməyə çalışacağam. Bu dəqiqə ki belətdə vəziyyətdə. Bunu necə eləyə bilərəm ki, siz tam görəsiniz. Siz heç cür tam görə bilməyəcəksiniz. Elə edeyim ki, məni görəsiniz də ən azından. Adaptörü çıxartdım, tamam, getdi indi. Deməli, bunu birinci taxırıq şeyə. Adı neydi onu? Bildiniz də, bunun taxıldığı yerdə. Nəsə də bilmirəm. Mən sual sən nida, mən sudan sən nida. Sonra necə işləyirdi? Bastım. Bir dənə də bastım. İşləyir. Deməli belə hal-hazırda yoldayıq, futbola gedirik. Oyun deyəsən səhvləməmsə 20 dəqiqəyə də başlayacaq. Birinci sataq oraya, əynimizi falan tam dəyişək. Hər şey hazır olar da yəqin ki. Çox danışa bilmirəm, indi soyuqdur. Deməli çatdıq bura, maşın vurmuş ki, az qala. Oyunumuz başlayır 2-3 dəqiqəyə.
Hal-hazırda oyundan çıxdıq. Bunlar datdılar bizi. 9-6 qutardı nəsə. Amma qəşəng çoxlu momentum oldu mənim. Bomba oynamışam. Yəni çox tərifləməyim, normal idim. Orta-babat fırlanırdı mənim üçün. İndi də evə gəlirəm. Davay, evdə, yolda. Evdə açmayacağam. Videonu da burada qurtarma elə. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Sabah təzədən təkərəm də video. Daş birən yanımıza.